always say that 30th of April Həmişə deyirəm, aprelin 30-u Neftçi Qarabağ oyunundan sonra artıq rahatlaşdıq. Çünki riyazi cəhətdən biz artıq çempion idik. Bundan əvvəl məşqçi kimi hər zaman maksimumu istəyirdim. Məşqçi kimi təcrübələrim göstərir ki, bəzən çox yaxşı oynayırsan, amma top tora daxil olmur, lazımsız hallar itirirsən. Mövsüm ərzində, mövsüm boyu bu maksimumluğu saxladı. Səmimi desəm, mən bunu daha əvvəlcədən hiss etməyə başladım. Dekabr ayında biz yaxşı təkan yaxaladığımızda artıq məşqçi kimi hiss edirdim ki, bu komandanın potensialı nəyə qadirdir? Sən məşqlərdə görürsən, oyuncuların necə istəklidirlər, hər gün məşq səviyyəsi azalmaq əvəzinə daha da necə artır, inkişaf edir. Bunları gördükdən sonra mən hiss etdim ki, biz bunu edə bilərik, bacararıq. Yolumuzda çoxlu əngəllər ola bilər. Amma mən bilirdim ki, biz bunu əldə edəcəyik, bacaracaq. Mənim üçün ən önəmli oyun hansında ki, hiss etdim ki, biz bu nailiyyəti əldə edə bilərik. Bu Qarabağa qarşı azlıqda qaldığımız oyun idi. İkinci hissə 10 nəfərlə oynadıq, amma oyundan qalib ayrıldıq. Mən bu oyundan sonra hiss etdim ki, artıq mənim üçün demək olar ki, aydındır ki, biz bu imkan verməyəcəyik ki, çempionluq əldən geçsin. Amma işimizi sona qədər görmək lazım idi. Bu oyun mənim üçün ən önəmli idi. Amma keçən il dekabrın 18-i Qarabağa qarşı ilk oyunumuzda Masazırda evdə oynarkən qalib ayrıldıq. Artıq bu qalibiyyətdən sonra oyuncular hiss etdilər ki, onların da yaxşı keyfiyyəti var. Xüsusilə yerli oyuncular, yerli staf bunu hiss etdi. Çünki Qarabağa qarşı oynayırsansa, onların logosunu gördükdə elə hiss edirsən ki, inanırsan ki, onları udmaq mümkün deyil. Amma biz birinci dəfə qalib ayrıldıqdan sonra qalanları da inanmağa başladı ki, biz bunu edə bilərik.